Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşları tərəfindən şəhər arasında fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrində maarifləndirici reyd təşkil olunub. Reydin əsas məqsədi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə profilaktik söhbətlərin aparılması, avtobuslarda təmizlik qaydalarına əməl olunmasının vəziyyətinin öyrənilməsi və təhlükəsizlik məsələlərin diqqətinin artırılması olub. Tədbir çərçivəsində marşrut avtobuslarına baxış keçirilib, sürücülərlə görüşlər təşkil olunub, onlara sərnişinlərlə etik davranış qaydaları, yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin sanitar vəziyyətinin qorunması və xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı tövsiyələr verilib. Reyd zamanı avtobusların salonlarının təmiz saxlanılması, havalandırma sistemlərinin işləh vəziyyətdə olması, oturacaqların və digər avadanlıqların istifadəyə yararlılığı diqqət mərkəzində olub. Eyni zamanda sürücülərə sərnişinlərin təhlükəsiz daşınmalarının onların əsas vəzifələrindən biri olduğu xatırladılıb. Bildirilib ki, ictimai nəqliyyat vasitələrində təhlükəsizliyin qorunması və təhlükəsizlik qaydalarına ciddi əməl olunması həm sürücülərin, həm də sərnişinlərin rahatlığı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur. Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin nümayəndələri qeyd ediblər ki, ictimai nəqliyyatda xidmət səviyyəsinin yüksəldilməsi, sərnişin məmnunluğunun artırılması və təhlükəsizliyin təmin olunması daim diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, keçirilən maarifləndirici reydlər şəhər sakinlərinə göstərilən nəqliyyat xidmətinin keyfiyyətinin artırılmasına və ictimai nəqliyyatda təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına xidmət edir. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.